Paytaxt Tbilisidə Gürcüstanın müstəqillik gününə həsr olunmuş əsas rəsmi tədbir Azadlıq meydanında keçirildi. Tədbir çərçivəsində çağırışçıların Milli Hərbi Xidmətin rekrutları hərbi and içərək müdafiə qüvvələrinə qoşuldular. Gün ərzində şəhərdə hərbi texnika və avadanlıqların sərgiləri, mədəni idman və əyləncə proqramları təşkil olundu. Tədbirlərdə həm yerli sakinlər, həm də xarici qonaqlar iştirak etdilər. Müstəqillik günü bizə daha qətiyyətli, həmrəy olmağı və Gürcüstanın gələcəyinin necə olacağını yalnız öz ölkəmizin maraqlarından çıxış edərək müəyyənləşdirməyi xatırladır. Müstəqillik uğrunda mübarizə aparan hər bir qəhrəmanı daim xatırlamalı, ehtiram göstərməli, onların nailiyyətlərini qorumalı, müdafiə etməli və möhkəmləndirməliyik. Abxaz və Osetin bacı qardaşlarımızla birlikdə vahid inkişaf etmiş Gürcüstan qurmaq və övladlarımıza çox daha güclü, qətiyyətli və azad dövlət qoymaq üçün hər şeyi etməliyik. Gürcüstanın dövlət müstəqilliyini bərpa etməsindən 35 il ötür. O vaxtdan bəri biz hələ də Musanın 40 illik yolunu getməkdəyik. Bugün müstəqilliyin bərpasından 35 il sonra hər bir vətənpərvər Gürcü fəxr edə bilər ki, Gürcüstan heç vaxt olmadığı qədər müstəqil və suverendir. Məhz müstəqillik və suverenlik baxımından güclənmək, ən çətin çağırışlara baxmayaraq ölkəmizə inancını qətiyyətlə qorumaq, sülhü qoruyub saxlamaq bizi mütləq vəd etmiş torpağa, bütün milli hədəflərimizə çatmağa, bütövlənmiş və nurlu Gürcüstana aparacaq davamlı tərəqqi və inkişaf yoluna qədəm qoyma imkanı verib. Diqqətə layiqdir ki, dövlət müstəqilliyinin əldə edilməsindən əvvəl kilsənin avtokefaliyasının bərpası baş vermişdi. Həqiqətin axtarışında Gürcü xalqı Məsih də azadlığı tanıyırdı və onu azad edən də məhz bu həqiqət idi. 26 may münasibətilə Marneuli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Müstəqillik gününə həsr olunmuş təntənəli yürüş keçirildi. Yürüş Mədəniyyət evindən başlayaraq Mərkəzi meydan istiqamətinə təşkil olundu. Tədbirdə iştirak edən yerli sakinlər və gənclər Gürcüstanın müstəqilliyi və milli kimliyi mövzusunda müxtəlif performanslar və yaradıcılıq nömrələri təqdim etdilər. Bugün Gürcüstan üçün çox vacib bir gündür. Gürcüstanın müstəqilliyi günüdür. Bugün Gürcüstanın müstəqilliyinin qərarlaşdırıldığı gün idi və bizim üçün bu xüsusilə emosionaldır. Bəli, hər kəs müstəqilliyin qorunub saxlanılmalı olduğunu unutmamalıdır və biz Mədəniyyət Mərkəzinin təşkil etdiyi yürüşü məhz bu ruhda təşkil etdik. Yürüş həm Mədəniyyət Mərkəzimizin istifadəçilərini, həm tələbələri, həm də müstəqil vətəndaşları bir araya gətirdi. Yol boyu çox yaxşı axınlar bu yürüşə qoşuldu. Düşünürəm ki, yürüş emosional, enerjili və həyəcanlı bir gün oldu. Bütün iştirakçılara təşəkkür edirik. Gürcüstan Müstəqillik günü münasibətilə təbrik edirik. Bugünkü yürüş Marneuli Bələdiyyəsinin Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. Yürüş Marneuli Bələdiyyəsində keçirildi. Bu çox maraqlı bir tədbir idi. Tədbirdə çoxlu insan iştirak etdi. Şəxsən mən çox xoşbəxtəm və fikrimcə bir çox insan bu yürüşdən unudulmaz xatirələr yaşadı. Bugün Gürcüstanın müstəqilliyi günüdür. Hamımız bu günə çox sevinirik. Ölkəmiz nəhayət ki, vahid bir xalq olaraq azadlığını qazandı. Bugün məhz bunu qeyd edirik. Gürcüstanın müstəqillik günü Marneulidə təntənəli və əyləncəli tədbirlərlə qeyd olundu. Qidevastayzdebian abidəsinin yaxınlığındakı parkda keçirilən tədbirlər Gürcüstan hökumətinin barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin aparatı və Marneuli meriyasının təşkilatçılığı ilə baş tutdu. Gün ərzində maraqlanan şəxslər hərbi texnika, silah-sursat və döyüş avadanlıqları ilə yerində tanış olma imkanı əldə etdilər.
Hər il qonaqlarımızın sayının artması, ailələrin buraya gəlməsi və səhərdən axşama qədər bu həqiqətən də ümumi dövlət bayramında iştirak etməsi heyrətamizdir. Ən əsası isə yerindəcə bu bayramın mədəni müxtəlifliyin, milli müxtəlifliyin bir gününə və qeyd olunmasına çevrildiyini aid şəkildə görürük. Bu gün öz missiyasını yerinə yetirdiyini düşündüyüm bu cür müxtəlif ansambl qruplarının və mədəni və ya dini inanclara malik insanların birliyi, hamımız ölkəmiz üçün ən vacib dövlət bayramını birlikdə qeyd edirik və istəyirik ki, bu həmişə belə olsun. Bugün ölkəmizin müstəqillik gününü Marneolidə qeyd etdik. Marneoli əsrlər boyu müxtəlif millətlərdən olan insanlara, Gürcülərin, Azərbaycanlıları və ermənilərin birlikdə yaşadığı bir yerdir. Onlar birlikdə çalışır, övladlarını birlikdə böyüdür və birlikdə ölkəmizin bu gününə çatıblar. Ölkəmizin gücü və qüruru məhz bu müxtəliflikdə və birlikdədir. Müstəqillik münasibətilə ölkəmizin vətəndaşlarını şəxsən təbrik etmək və hər kəsə uğurlar arzulamaq istərdim. Hər kəsi Gürcüstan müstəqillik münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bugünkü gün Gürcüstan hər bir vətəndaşı üçün xüsusi önəm daşıyır və bugün Marneolidə Gürcüstan hər bir vətəndaşı bu günü böyük təntənə ilə qeyd edir. Fürsətdən istifadə edib Marneolidən bütün Gürcüstanımızı müstəqillik günü münasibətilə təbrik edirəm. Tədbir çərçivəsində yerli sahibkarların əl işləri və məhsullarının sərgi satışı da təşkil olundu. Yerli sakinlər müxtəlif fəaliyyətlərdə birbaşa iştirak edə bilirdilər. Tədbirin balaca qonaqları üçün əyləncə məkanları, idman və maarifləndirici oyunlar təşkil edildi. Bugün Gürcüstanın müstəqillik günüdür. Mən bu münasibətlə istəyirəm ki, bütün Gürcüstan vətəndaşlarını, Gürcüstanda yaşayan hər bir kəsi təbrik edəm. Qeyd etmək istəyirəm ki, biz hal-hazırda Marneoli şəhərində yenidən böyüyəcəklər parkındayıq. Burada yerli rəhbəriyyətin dəstəyi ilə və nazirliyin təşkilatçılığı ilə çox gözəl, möhtəşəm bir proqram həyata keçirilir. Mən yenidən bugün münasibətilə hər kəsi təbrik etmək istəyirəm. Böyük qürur hissi ilə hər birimizi ölkəmizin milli bayramı müstəqillik günü münasibətilə təbrik etmək istəyirəm. Bu, hər birimizi birləşdirən və çox sevimli bir gündür. Gürcüstan hökumətinə ölkəmizin müstəqilliyini və suverenliyini qətiyyətlə müdafiə etdiyinə görə təşəkkür etmək istəyirəm. Hər birimizin borcu milli maraqlarımızı düzgün qiymətləndirmək və başqalarının ideyalarını təqlid etməməkdir. Bugün ölkəmiz üçün çox vacib bir gündür. Bugün ölkəmiz müstəqillik qazandı və hər birimiz azadlığa qovuşduq. Marneoli xalqımı, bütün Gürcüstan vətəndaşlarını bugün münasibətilə təbrik etmək və arzulamaq istəyirəm ki, bu müstəqillik içimizdə olsun, bizi qorusun və çiçəklənsin. Uşaqlarımı buraya gətirmişəm ki, ölkələrinin tarixi və o gözəl günlər haqqında məlumat əldə etsinlər. Bütün Gürcüstanı təbrik edirəm. Sizə həmişə gözəl, güclü və çiçəklənən Gürcüstanda yaşamağı arzulayıram. Tədbir boyunca müstəqilliyin, milli birliyin və Gürcü xalqının azadlıq uğrunda keçirdiyi tarixi yolun əhəmiyyətinə xüsusi diqqət yetirildi. Gürcüstanın müstəqilliyi gününə həsr olunmuş tədbirlərə Qardabani bələdiyyəsi də qoşuldu. Bayram proqramı gün ərzində müxtəlif fəaliyyətləri əhatə etdi. Tədbirlər milli geyimlərlə keçirilən yürüşlə başladı. Yürüş Amaşenebeli abidəsinin ərazisindən Qardabaninin mərkəzi parkına qədər davam etdi. Park ərazisində sərgi məkanları təşkil olundu. Burada Qardabani bələdiyyəsinin Mədəniyyət və İncəsənət Mərkəzi, Şagird Gənclər Mərkəzi, Diyarşünaslıq Muzeyi və Kitabxana Birliyi Mərkəzi təqdim olundu. Bayram proqramı konsertlə başa çatdı. 26 may Gürcüstan üçün ən əhəmiyyətli günlərdən biridir. Bu tarixdə ölkəmiz müstəqillik əldə etdi. Eyni zamanda 1700 il bundan əvvəl ölkəmiz xristianlığı qəbul edib. Bu münasibətlə də hər kəsi təbrik edirəm. Şio bəyi də seçilməsi münasibətilə təbrik edirəm. Qardabanda müstəqillik günü təntənəli qeyd olunur. Hər kəsi təbrik edir, uğurlar arzulayıram. Ailələrə ruzi bərəkət diləyirəm.
Tetritsqaro bələdiyyəsində də Gürcüstanın müstəqillik gününə həsr olunmuş tədbir keçirildi. Tədbir çərçivəsində Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illik yubileyinə xüsusi diqqət ayrıldı. Bu gün ölkənin tarixi və mənəvi irsinin ən mühüm hadisələrindən biri hesab olunur. Yerli sakinləri müstəqillik günü münasibətilə Mixail Abtsiari təbrik etdi. 26 may müstəqillik günü münasibətilə hamınızı təbrik edirəm. Gürcüstan daimi bir və bütöv olsun. Tanrı ölkəmizi qorusun. 26 may müstəqillik günü münasibətilə sizi təbrik edirəm. Gürcüstana sülh və birlik arzulayıram. Bugün Tetritsqaroda da möhtəşəm bayram keçirdik. Gürcüstanın müstəqillik günü Rustavidə təntənəli şəkildə qeyd olundu. Tədbir Gürcüstanın ətraf mühitin mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və Rustavi meriyasının dəstəyi ilə Azadlıq meydanında keçirildi. Gün ərzində müxtəlif sərgi və maarifləndirici məkanlar təşkil olundu. Bunlar arasında Rustavinin tarixi pavilyonu, yerli sahibkarların məhsullarının sərgi satışı, şərab dequstasiyası, kulinariya master-klassı və digər fəaliyyətlər yer aldı. Proqram Müdafiə Qüvvələrinin hərbi texnikası, silah və avadanlıqlarının sərgisi ilə açıldı. Həmçinin uşaqlar üçün musiqili teatr tamaşası, yerli xoreografiya studiyalarının konserti keçirildi. Axşam saatlarında Gürcüstanın dövlət himni Mzlevan ansamblı tərəfindən ifa olundu. Günün sonunda isə tədbir qala konsertlə yekunlaşdı. Ölkəmizi və şəhərimi müstəqillik günü münasibətilə təbrik edirəm. Bizi Rustavidəki bu xüsusi əhval-ruhiyyə ilə birləşdirən bu günü təqdim edirik. Həm şəhərin möhtəşəm tarixi, həm də bu gün şəhərimizin gələcəyi üçün vacib olan layihələr xüsusi bir əhval-ruhiyyə oldu. Ona görə də hamımızı ölkəmiz üçün xüsusi və vacib günlərdən birini birlikdə qeyd etmək üçün Rustavinin əsas meydanında topladıq. Bildiyiniz kimi bu il Gürcüstan pravoslavlığın dövlət dini elan edilməsinin 1700 illiyini qeyd edir və bu gün tematikdir. Bu ölkəmizin müstəqilliyini qazandığımız və qətiyyətlə müdafiə etdiyimiz qəhrəmanlarımızın xatirəsinə uyğundur. Mayın 26-sında qəbul edilmiş müstəqillik aktı bir daha Gürcü xalqının azad və müstəqil bir ölkədə yaşama istəyini təsdiqlədi. Bu gün bizi birləşdirir və biz bir daha ölkənin azadlığının, birliyinin və bu gün dövlətimizin dayandığı dəyərlərin qorunmasına nə qədər vacib olduğunu xatırladır.